Paralelipipedin rənglənmiş üzünün sayısı 18 olarsa, onun tam sətin sayısını tapın. Rənglənmiş üzün bir tərəfi 6-dır. Çünki paralelipipeddə paraleldir tərəflər. 6 buradsa, burada 6-dır. Və 6 nəyə vurduqda 18 alınır. Deməli, bu hündürlüyü də bunun 3 olacaq. Burada tam sətin sayısı S tam bərabərdir. 2 vurulsun A vur B, üstəgəl A vur C, üstəgəl B vur C. 3-dən ölçün, 3-ünü də bilirik artıq. A 5-dir, B 6-dır və C isə 3-ə bərabərdir. Gətirib yerinə yazaq daha doğrusu ifadədə, düsturda. 2 vurulsun, 5 vurulsun, 6. Üstəgəl 5 vurulsun, 3. Üstəgəl 6 vurulsun, 3. Da bərabərdir. 2 vurulsun, 30 üstəgəlsin 15, üstəgəlsin 18. Bərabərdir. 30-un üzərinə 15, 45, 45-in də üzərinə 18 gəlsək, 63 edər. 2 vurulsun 63-dən 126 alınır.